Başlayaq. Deməli, bağlayıcını keçdik. Bildik ki, bağlayıcı nədir? Güya bildik. Elə rəhlə. Bildin də elə? Maşallah. Bağlayıcılar quruluşuna görə neçə cür olurdu Selcan? Yaxşı da. Bəs yaxşı, niyə düzəltmə bağlayıcı yoxdur? Səbəb nədir ki? Söz yaradımında iştirak eləmir, leksik şəkilci qəbul eləmir falan. Bəli, indi biz modal sözlərdə bunun daha fərqli versiyalarını görəcəyik ki, şəksizdir, şübhəsiz sözüdür, amma təbii ki, leksik şəkilci kimi istifadə olunmur. Adil, yaxşısan, gözəl insan. Maşallah, qəşəng də geyimi keçin belə aristokrat qaqaşlara oxşuyursan. Amma oxşuyursan. Bu günlərim keçəcəyik ədat. Ədat nədir? Ədat cümlədə sadəcə təsir qüvvəsini artırmaqla məşğul olur. Ədatı cümlədən çıxardırsaq, cümlənin mənasında heç bir dəyişiklik baş verməyəcək. Sadəcə cümlənin təsir gücü zəifləyəcək. Cümlənin təsir gücünü, qüvvətini artırmaq üçün istifadə olunan köməkçi nitq hissəsidir ki, ədatlar da quruluşuna görə sadə və mürəkkəb olur. Ədatın uşaqlar 7 məna növü var. 7 məna növünü keçəcəyik. Ən başda başlayırıq bir. Qüvvətləndirici ədatlar. Qüvvətləndirici ədatlarda nələr var? Baxaq görək. Əsas nitq hissələrindən, bəzi köməkçi nitq hissələrindən amonimlik təşkil edən ədatlarımız vardır. Lap başda baxırıq. Nə? Sual əvəzliyi. Həmçinin başqa amonimin nə idi? İnkar bağlayıcısı. Necə? Nədir? Sual əvəzliyi. Belə. Nə idi? Yenə işarə əvəzliyi. Ay sağ ol. Sonra nə vardı burada? Ki. Sonra vardı da. Da'nı harda görmüşdük? Bağlayıcıda görmüşdük. Sonra ən, lap, daha, ca ədatının özü, çox, olduqca, ha ədatının da bir müəyyən problemləri var təbii ki. İndi baxa, və başqaları. İndi yadımdan çıxan da ola bilsin ki, olar. Uşaqlar, bunları necə fərqləndirəcəyik? Köməkçi nitq hissəsi olaraq təbii ki, heç bir suala cavab verməyəcək. Dediyim kimi, cümlədən çıxartsaq və problem yoxdur. Məsəl üçün, deyirəm ki, gözəl havadır. Gözəl havadır. Bunun əvvəlinə nə artıranda nə olmuş olacaq? Nə gözəl havadır, nə gözəl insandır, nə maraqlı əsərdir. Gördünüzmü? Bunu çıxartsaq belə bir problem yoxdur. Sadəcə onu biraz daha qüvvətə mindirdi. Biraz nəzərimizdə belə fokuslayıb böyütdü. Düzdür? Necə ilə olan? Necə ilə bir ədatlı cümlə deyin? Necə gözəl havadır? Sual vermirsən ki, necə gözəl havadır ki? Burada artıq sual əvəzliyi olmuş olacaq. Necə gözəl havadır? Necə yıxıldı? Məsələn, Hikmət getdiyi yerdə ağız aşağı dəyər yerə desə, necə yıxıldı, ürəyimdən tikan çıxdı. Nə yıxıldı? Görürsünüz, burada artıq necə ədat olmuş olacaq. Beləni haralarda işlədirdik biz? Belə. Məsələn, deyirəm ki, adil belə, adil belə. Adil belə. Ay sağ ol. Evdə tək qalanda qorxur. Demək, adil kimi qorxmaz bir uşaq, neyinirik? Onu qüvvətləndirir, fərqli bir versiyada veririk nəzərə. Adil belə evdə tək qalanda qorxur. Demək ki, evdə tək qalmaq problemli bir məsələdir. Bildinizmi? Və el ifadəsi, bunu keçən dəfə də deyəsən demişdim, hə? Yaxşı eləyirəm, belə əlimin də çindən gəlir. Məhəmməd, öskürmə, yaxşı eləyirəm, əlimin də çindən. Oradakı belə. Bildinizmi? Ədatdır sadəcə. Bəs əvəzli kimi necə olacaq? Belə şagirdlərə nə deyəsən? Necə şagirdlərə? Yəni bu cür də, bilmirəm, indi artıq onun adını siz qoyun. Kini də keçən dəfə dedik. Ki əsasən mübtədadan, tamamlıqdan sonra gəlir və vergülsüz işlənirsə, ədat olmuş olur. Məhəmməd, səni ki çağırmadım. O bir dənə də şeir demişdi mi? Yadınıza gəlir? Səni ki çağırmadım, sən niyə gəlmirsən? Buradakı ki ədat olmuş olacaq. Və yaxud da özcan ki
yaxşı zehnə sahibdir. Bəs niyə oxumur? Məsələn, bax burada özcan mübtədasından sonra gələn ki nə olacaq özcan? Bax görürsünüz, oxumur. Mənə niyə baxırsan? Mən səndən söz soruşuram. Nə olacaq buradakı ki? Hə? Ədat olacaq. Aysa. Gördünüz uşaqlar, bilir. Başqa vaxt deyirsiz özcan heç nə bilmir. Da. Da bir bağlayıcıdır. Da da ən çox qarışdırılan məqamlardan birinə sahibdir. Da həm bağlayıcıdır, həm ədatdır. Necə olacaq bağlayıcı kimi olanda? Sadalama. Sadalama, məsəl üçün, dediyimiz nənədə, nəvədə turp məsələsi. Və yaxud da deyirəm ki, özcan da dərslərini oxumağa başlayıb. Demək ki, digər uşaqlarda bir irəliləyiş var. Özcan da artıq iştirak eləyir onların içərisində. Burada bağlayıcı olmuş olacaq. Bir də deyirəm ki, ay kişi, gəl çıx da. Da artıq cümlənin sonunda gələndə, xüsusilə xəbərdən sonra gələndə fərqli bir intonasiya ilə deyilmiş olur. Necə ki, sual ədatı cümlənin sonunda gəlib fərqli bir intonasiya qazanır. Oxuyur ki, bir də oxu da. Bildinizmi? O formada olanda artıq ədat olmuş olacaq. Ən gözəl insanlar mərhəmətli insanlardır. Lap ağıllı olmaq üçün çox oxumaq lazımdır. Daha gözəl günlər gələcək. Canı da biz harda görürdük uşaqlar? Eşqini özümü demirəm, şagirdim. Eşqini yaxşı əzişdirdim. Yaxşıca əzişdirdim. Ca orada artıq ədat olmuş olacaq. Düzdür? Və yaxud da çoxluca. 1 manat pulum qalıb, 1 manat pulum qalıb. Başa düşdünüz? Bax, bu formadakı ca xüsusi bir qüvvətləndirməyə sahibdir ki, ədat olmuş olur orada. Çox sözündən sonra sifət gələrsə, çox gözəl, çox şirin, çox ağıllı, çox maraqlı bir kitab oxudum. Buradakı çox artıq nədir? Maraqlı sifətinə və yaxud da yaxşı, gözəl, şirin və yaxud da başqa sifətlərə aid olacaqsa, nə olacaq Selcan? Ədat olmuş olacaq. Ay sağ ol. Çoxun özünün amonimliyini görürdük biz. Sən məsəl üçün çox oxudum, çox işlədim zərf kimi, çox insan gəlmişdi say kimi, bir də çox gözəl insandır ədat kimi. Olduqca da onu kimi. Yəni çox gözəldir, olduqca gözəldir, yenə ədat olur. Maidənin yuxusu gəlir bu arada. Ha ədatı. Ha ədatının bir mənası qüvvətləndiricidir, bir mənası əmr ədatıdır. Uşaqlar, ha əmr ədatı kimi, bu da belə qarışıq bir məsələdir, qarışıq bir mövzudur. Bax, bu cür cümlələrdə diqqət eləmək lazımdır. Biri var ki, deyim, dərsi oxumalısan, ha. Biri də dərsi oxu, ha. Bax, oxu feilin əmr şəklidir. Oxumalısan vacib şəklidir. Dərsə vaxtında gələrsiniz, ha. Gələrsiniz. Əmr kimi çıxsa da qüvvətləndirici ədatdır. Niyə görə? Hanın əmr ədatı olması üçün yalnız və yalnız əmr şəklindən işlənməsi lazımdır. Digər bütün hallarda nə olur? Qüvvətləndirici ədat olmuş olur. Olduqur. Uğur olsun. Belə, keçirik. İkinci, dəqiqləşdirici ədatlar. Arada mənim yadımdan çıxsa kömək eləyin uşaqlar. Yandırmayaq. Dəqiqləşdirici ədatlar hansılardır? Elə, əsil, məhz. Məhz bu xüsusiyyətinə görə hamı səndən uzaq qaçır. Dəqiqləşdirilir artıq. Bax, bəzi biz işlədirik, dilimizdə artıq məşhur işlədən sırf bu xasiyyətinə görə. Sırf türklərdən bizə keçdi, daha çox istifadə oldu. Nahid. Zübeyir, yuxun gəlir, içərdən balıq sat gətirin belə. Rahat şəraitimiz var. Adiyal da var. Məhz sözü. Məhz yemək yemədiyinə görə bu vəziyyətə düşdü. Artıq dəqiqləşibdir. Niyə bu haldadır? Məhz dərsdə yatdığına görə Səidə heç bir şey öyrənə bilmədi. Məsələ yəni. Elə hamı mən deyəni deyir. Görürsünüz, dəqiqləşdirdim, getdim, soruşdum oradan buradan. Sonra gəlib deyirəm ki, qoqa, elə hamı mən deyən deyir. Buradakı elə nə olacaq? Dəqiqləşdirici ədat. Və yaxud da qarışdırılan məsələlərdəndir, bax, elə əvəzliyinlə. Elə sözü cümlədə sual verərsə, məsəl üçün deyirəm ki, elə uşaqlara, Məhəmməd, səsin batmasın, danışma. Elə uşaqlara baş qoşma. Nə olacaq buradakı elə? Əvəzlik. Niyə görə? Necə uşaqlara, pis uşaqlara, naşı uşaqlara, avara uşaqlara görürsünüz, hər hansı bir sifət əvəz eləmiş olacaq orada. Elə deyil? Ay sağ ol. Bir də deyirəm ki, elə içəri girdim ki,
Elə içəri girdim ki, işıqlar söndü. Baxın, buradakı eləyə sual verin görün alınırmı? Elə içəri girdim. Necə içəri? Olmayacaq yəni. Elə içəri girdim ki, biraz zaman anlayışı bildirir. Bax, burada bu tabeli mürəkkəb cümlədə istifadə olunur. Düzdürmü? Elə zəng gəlmişdi ki, telefon əlimdən düşüb qırıldı. Elə çölə çıxmışdım ki, yağış başladı. Bax, gördünüz, bu formada elə artıq ədat olmuş olacaq. 3. Məhdudlaşdır. Abala, lazım deyil, zarafat edir. Məhdudlaşdırıcı. Məhdudlaşdırıcı ədatlar hansılardır? Məhdudlaşdırıcı ədatlar nə var? Müəyyən bir hasar hörür. Yəni, ondan o tərəfə heç bir şey yoxdur. Ancaq az xortda da ancaq təkcə bircə uşaqlar, biri mən unutdum qüvvətləndiricilərin içərisində deməyə. Bir həm də qüvvətləndirici ədatdır. Bir mən tərəfə bax. Bir bura gəl. Bircə. Sonra nə vardı? Yalnız. Təki təkcəni yazmış. İndi baxın, uşaqlar. Ancaqın amonimliyini biz harada görürük? Ancaq yerinə görə bağlayıcıdır. Yerinə görə ədatdır. Ədat olduğu təqdirdə digər hallarla təklə, təkcə ilə, bircə ilə əvəz eləyə bilirik və ədat olduğu təqdirdə vergülsüz işlənəcək. Bağlayıcı olanda isə amma, ancaq, lakin bunlarla əvəz eləyə bilirik. Baxın, məsəl üçün dedim, nə dedim? Oxudum, ancaq sən xətirvə yazmadım. Oxudum, ancaq yazmadım. Bəli, amma yazmadım. Bir inkarlıq var. Elə deyilmi? Yəni, bir qarşılaşdırma var. Ədat kimin necə olmuş olacaq? Deyirəm ki, bu işdə ancaq özümə güvənirəm. Egoist bir cümlə çıxsa da, ancaq özümə güvənirəm. Bir, vergül yoxdur. İkinci, yalnız özümə güvənirəm. Başa düşdünüz? Testlərimiz doludur bu tip suallarla, bu cür belə qarışdırıcı məsələlərlə. Bu ancaqın tək sözünə baxacaq. Tək sözünün amonimliyi. Nədir tək? Tək yerinə görə ədatdır, yerinə görə qoşmadır, yerinə görə sifət və yaxud da zərfdir. Düzdür uşaqlar? Qoşma olanda onsuz da bəllidir. Qoşma necə yazılacaq? Bitişik yazılacaq. Sən tək gözəl hanı dünyada olacaq qoşma. Ədat kimi və zərf kimi istifadə olunanda. Necə ki, belə bayaqlarım işləndi, suala cavab verirdi. Tək də formada olacaq. Məsəl üçün, baba neçə ildir ki, tək yaşayırdı. Düzdür? Səhranın ortasında tək ağac vardı. Necə və yaxud da nə tərzdə yaşayırdı? Bu zərf olmuş olacaq. Amma tək sözünün ədat kimi işlənməsi zamanı yenə yalnıza, ancağa müraciət edəcəyik. Mən tək sənə arxalanıram. Nə olmuş olacaq burada? Təkin yerinə təkcə sənə arxalanıram. Bircə sənə, yalnız sənə arxalanıram. Adil gülümsürsən. Sənlik deyil söhbət. Yəni, sənə demirəm. Anladıq mı? Baxın, buradakı tək sözünün ədat olması üçün yenə digərlərinin hamısını yerinə qoyub ondan istifadə edəcəyik. Sonra nəyimiz var burada? Yalnız söz uşaqlar. Yalnız sözünün biz sifətdə də görə bilirik. Yalnız sözü amonim olan söz deyil. Bir, yalnız var, vurğu burada düşür. Bura düşür. Olur ədat. Bir də yalnız sözündə vurğu sona düşür. Olur sifət. Düzdür? Məsəl üçün, yalnız insan, yalnız yaşamaq. Düzdür? Yalnız gəzmək. Bir də yalnız var. Yalnız artıq ədat olanda yalnız dərs oxuyuram. Yalnız kitab oxuyuram. Yalnız velosiped sürürəm. Buradakı yalnızı nə ilə əvəz eləyəcək? Ancaq dərs oxuyuram. Təkcə dərs oxuyuram. Vapşe dərs oxuyuram. Bunu da bu formada qarışdırmamaq lazımdır uşaqlar. İndi bunun içərisindən bir də nəyə baxacağıq? Bircə sözünə, bir də bunu kimi təkcə sözünə.
Bircə sözü bəzən bütöv şəkildə olur ədat, bəzən də olur say, üstəgələk, ədat. Bircə sözü bərabərdir, ancaqla təkcə ilə əvəz olunarsa, ədat olmuş olacaq. Baxın uşaqlar. Məsəl üçün deyirəm ki, bircə sən yox idin. Buradakı bircəni, yəni biri bir say kimi düşünə bilərikmi? Xeyr, yalnız sən yox idin, ancaq sən yox idin, təkcə sən yox idin. Eltonun mahnısında deyirik. Qulaq asmısınız? Qulaq asarsınız. Say kimi istifadə olunanda necə olmuş olacaq? C olmasa belə bir suala cavab verir, bir müəyyən rəqəm bildirir orada. Deyirəm ki, mənim bircə manat pulum qalıb. Bayaq dediyim kimi, kasıb adamam. Bircə manat pulum, yes. Nə var? Pulum. Neçə manat? 1 manat. C'nin burada olub olmaması bir işə yarayır? Xeyr, sadəcə onu nəzərə verirəm ki, ha kişi, bax ha, bircə manadım var, yəni pulum yoxdur da. Buradakı C nə olmuş olacaq? Say, üstə gələk, qüvvətləndirici ədat olmuş olacaq. Əli, Nihat, yatıb eləsəz xəbər eləyin. Başa düşdün? Sevginaz. Ay sağ ol. Təkcə sözü də eyni formadadır uşaqlar. Təkcə sözü bütöv şəkildə ədat olacaq. Bütöv şəkildə. Nə ilə ifadə eləndikdə, nə ilə əvəz olunduqda, ancaqla. Məsələn, bayaqlarımda dedim ki, elə bircənin özünlə də əvəz eləyə bilirik. Məsəl üçün, təkcə sən gəlmədin. Düzdür? Təkcə bir də necə olmuş olur? Zərf, üstə gələk, qüvvətləndirici ədat kimi. Zərf üstə gələk, qüvvətləndirici ədat. Məsəl üçün, o düşmənin üzərinə təkcə getmişdi. Ancaq getmişdi deyə bilirik. Bax, əvəz eləmək çox önəmli məsələdir. Mənim bircə manat pulum var, ancaq manat pulum var deyə bilirik. Yox, demək ki, əsas nitq səsdir. Təkcə getmişdi, ancaq getmişdi. Görürsünüz? Olmadığına görə burada nə olmuş olacaq? Zərf üstə gələk, qüvvətləndirici ədat. Başa düşdünüz uşaqlar? Səidə, üzvə vurmaq istəyirsən, şapalaq gələcək indi. Ya da nə bilim, markerdən zatdan nəsə bir şey. Belə. Bu neçənci idi? 3, eləmi? 4-cü. 4-cü nə idi? Biz izah eləyək arzu ədatlarını. Olsun da fərqli eləyək. Standartlara uymaq heç də yaxşı bir şey deyil. Arzu ədatları nə edir? Arzu feillərlə işlədilir. Arzu bildirir. Hər hansısa bir şey. Ən sevdiyimiz ədatlardır da. Və ən sevdiyimiz ədatların başında da kaş gəlir. Peşman olanda da, nəsə bir şey istəyəndə də həmişə kaşdan istifadə edirik. Kaş, kaş ki, bircə yay tez gələydi. Görürsünüz, arzu ədatı kimi istifadə oluna bilir. Ancaq yay tez gələydi, olmayacaq. Təki yay tez gələydi. Kaş ki, təki. Təkini harada görürük biz? O, keçən də demişdim, xalq mahnısıdır, yoxsa nə də bilim, ümumiyyətlə bir köhnə mahnımız var. Harda olsan gələrəm, təki sən səslə məni. Qulaq asmısınız? Harda olsan gələrəm, təki sən səslə məni. Nə gündəsiz? Təki, gərək bu işi etməyəydik. Gərək dərslərimizi vaxtında oxuyaydıq, müəllim bizi çıxartmasaydı. Və arzu ədatları əsasən arzu feillərlə işləsə də, şərt feillərlə də işlənə bilirmi? Təki bu işi etməsəydin. Gərək bu işi etməsəydin. Bəzən şərtlə də işlənə bilir yəni. Kaş ki, həyatımızdakı səhvləri etməmiş olsaydıq. Kaş ki, zamanında pis adətlərə meyil etməmiş olardıq. Kaş ki, kaşkilər olmasaydı. Kaş ki, həyatımızda çox kaş ki deyəcəyimiz yanlış işlər olmasaydı. O qədər şey demək olur ki. Bir də barı var uşaqlar. Barı. Vurğu burada. Barı. Bu da bir Səməd Vurğun deyəsən şeirindədir. Barı boylana hərdən, şirin xatirələrdən xatırla məni. Öpsün yanağından dağlar küləyi. Hə? Barı bir stəkan çay verərdin, içərdik. Məsəl üçün. Bu sözə də diqqət eləmək lazımdır uşaqlar.
Bir barı sözü var, barı vurğu sonda. Sinonimi divar deməkdir. Oğru barıdan aşıb həyətə girdi. Yəni divardan aşıb. Bir də barı var. Barının belə olanda isə artıq kaş-kaşki deməkdir. Barı İsmaili bu vəziyyətdə görməsəydim. Türklər barı deyir, barı yapmasaydı. Həmən o bizdə barıdır. Beşinci. Sual ədatları. Question ədatları. Sual ədatları hansılardır? Başda ikini deyək, iki ədatı. Dərslərini oxuyur ki, məsəl üçün. Bəs. Bir şeir parçasının içərisində iki ədat. Keçən də bir şeir demişdim. Əlin ki əlimə toxunmayıbdır. Əlin ki qüvvətləndirsə də. Bəs odun qəlbimə hardan keçibdir? Bəs nədir? Sual ədatıdır. Hikmət gülümsürsən. Qımışırsan. Bəs niyə belə oldu? Burada artıq nə var? Kompleks sual cümlələri deyirlər. Həm bəs sual ədatı var, həm niyə sual əvəzliyi var. Bu da 8-ci sinifin mövzusudur. 2. Bəs M üstü 4 ahəng qanuna uyğunlaşan şəkilçili versiyasında bir ədatdır. Sözlərə əsasən bitişik yazılır. Məsəl üçün, dərsini oxuyurmu? Həm feilləri artırıla bilər, həm isimlərə, adları artırıla bilər. Şagirddirmi? Tələbədirmi? Bir də ayrı yazılan versiyası da var. Necə? Əgər dağ bağlayıcısı gələrsə, dağ bağlayıcısından sonra necə olmuş olacaq? Ayrı yazılmış olacaq. Məsəl üçün, Hikmət də bağlayıcıdır. Hikmət dəmi dərsdə yatır? Yatmır. Hikmət ümumiyyətlə gözünü müəllimdən ayırır ki. Burada nə olacaq artıq? Də bağlayıcısından sonra gəldiyi üçün ayrı yazılmış olacaq. Fudi. Başa düşürsən Fudi? Maşallah, pasınıf o. Belə. M. Sonra nə vardı uşaqlar sual ədatlarından? Bəs, məgər. Yəni biz başqa harda gördük? Məgər dərs oxuyursan sən? Məgər. Yəni sual ədatıdır. Yəni bu barədə heç bir məlumatın yoxdur. Yəni sual versiyasında işlətdik. Bir də nə idi? Aydınlaşdırma bağlayıcısı idi. Suallar düşəndə fərqli formada düşə bilər uşaqlar. Məsəl üçün deyə bilər ki, hansı ədatlar yalnız köməkçi nitq hissəsindən amonimdir? Və yaxud da ümumi olaraq verir ki, hansı ədatlar amonimdir? Burada diqqətli olmaq lazımdır. Yəni, bağlayıcı kimi işlənəndə özündən əvvəl vergül qoyulurdu, hər hansısa bir açıqlayıcı mövqedə dayanırdı. Hikmət, yəni Özcanın ən yaxın dostu, mən oralara girməm. Özcanın ən yaxın dostu dərsə diqqətlə qulaq asır. Özcan, yəni Hikmətin ən yaxın dostu dərsdə yatmaqla məşğuldur. Gözəl də kepkası var, sağlığına qismət. Başa düşdünüz, yəni sualla, yəni bağlayıcının fərqini. Nə gözəl uşaqlar, Allah sizi qorusun. Keçdik 6-cı əmr ədatları. Bir şey yadda saxlayaq. Əmr ədatlarının işləndiyi bütün cümlələr əmr cümləsi olmaya da bilər. Tamam mı? Bax, bununla bağlı belə bir məsələ var. Əmr ədatları hansılardır? Başda bayaq dediyimiz kimi ha ədatı. İzah elədim mi? Əmr şəkli ilə işləndikdə əmr ədatı olur, digər hallarda yox. Di, qoy, gəl, gör, bax feillərlə. Sana şəkilçiləşmiş, şəkilçi versiyasında olan sana, gəlsənə, baxsana, görsənə, bütöv şəkildə nə olur? Yerinə qalanda bütöv şəkildə ədat olmuş olur. İndi ona da baxaq. Çünki bununla bağlı da dimdə bir dənə sual var və əksəriyyət uşaqlar onu səhv yazır. Müdirə zəng gəlir. Deməli. Əti dərsini oxu. Qoyun dərsimizi oxuyaq da. Görürsünüz? Məsələn, bunların hamısında əmr ədatları işlənmiş olur. Gəl, bu daşı tök ətəyindən.
Gör bir fələk başımıza nə oyun açdı. Baxın, gör ədatını işlətdik. Topulda belə bir cümlə var. Gör ədatını işlətdik. Amma gör ədatı əmr ədatı olsa da ondan işlənən feil əmr feili olmadı. Gör bir fələk başımıza nə oyun açdı. Xəbər şəkli oldu. Dincəlin də. İlla da mən kamera qarşısında əsəbləşdirəcəklər. Nervləşdim. Bax. Bax bir gör neynədir. Bax bu işi bir də belə etsən, səni dərsdən qovacam. Bax. Görürsünüz, yəni orada hardasa bir baxmaq feilindən söhbət getmir yəni. Qoy feili məsəl üçün. Biri var deyim kitabı stolun üstünə qoy. Bir də var ki, qoy dərsini oxusun da. Odur ki, bir dənə yumruq qoy deyirdi oxu. Gəlsənə baxsana. Yerinə görə feil, üstə gələk ədat, yerinə görə bütöv ədat. Məsəl üçün. Deyirəm ki, İsmail, gəlsənə çay içək. İsmail mənim yanımdadır da, hara gələsdir? Gəlsənə bir çay içək. Uşaqlar, gəlsənizə dərs oxuyaq. Başa düşdünüz? Burada artıq gəlməkdən söhbət getmir. Bir şeyi yadımızda saxlayırıq uşaqlar. Bir cümlədə iki təsriflənən feil varsa, mütləq şəkildə birincisindən sonra vergül qoyulmalıdır. Və bu cür ədatların işləndiyi təqdirdə həm gəlmək feilindən söhbət getmir məna olaraq, həm də vergül qoyulmur. Deməli, burada nə olmuş olacaq? Feil üstə gələk ədat yox, uşaqlar. Bütöv ədat olmuş olacaq. Bir də deyirəm ki, Hikmət, durub bizə gəlsənə. Artıq biz burada gəlsənəni bütöv şəkildə elə zənn eləyək ki, yoxdur. Bütöv şəkildə sirəsi olsaq, cümlə bir məna olaraq ortalığa çıxa bilməyəcək. Durub bizə nöqtə. Demək ki, burada nə olmuş olacaq? Bax, yuxarıda dediyimizin əksi. Gəl feili, üstə gələk sənə şəkilçi versiyasında olan ədat. Başa düşdünüz? Bax, bu sizin qarşınıza çıxacaq. Yəni, topulda bununla bağlı bir dənə sual var. Oldu? Ay, sağ ol. Açosa gəlsənə, gəlib salam versənə, konsanı doldursana, kosanı yola salsana. Görürsünüzmü? Onların hamısındakı feillər müstəqil feillərdir. Kosa, gəl. Əli səndən öyle. Gəl, sənə əmr ədatı. Gəlib salam ver, müstəqil, sana ədat. Konsanı doldur, sana əmr ədatı. Kosanı yola sal, yola salmaq feili. Sananı artırıq olur nə? Müstəqil ədat. Bildiniz əmr ədatlarını uşaqlar? Maşallah, maşallah. Bu uşaqlar əjdahadılar. Bir dənə alov püskürməyiniz qalıb, qalan hər şey yerindədir. 7-ci isə uşaqlar təsdiq və inkar ədatları. Təsdiq və inkar. Hansılardır? Hə, onlar. Hə, yox. Bəli, xeyr. Heç, heç də, asla əfəndim. Əsla. Normalda ədatlar vergülsüz işlənir. Ədatın vergüllə işləmə məsələsi yoxdur. Hə, bunlar istisnadır ki, özlərindən sonra nə qoyulur uşaqlar? Vergül qoyulur. Dərsini oxumusan mı? Hə, oxumuşam. Baxın, bəli, oxumuşam. Xeyr, oxumamışam. Fərqi yoxdur. Bu kimi ədatlar işləndik təqdirdə özündən sonra nə gəlir? Vergül gəlir. Doğru, elə də qoyul. Ay, sağ ol. Bəli, xeyr. Heç də bu məsələdən gözüm su içmədi. Bax, görürsünüz, heçi demirəm. Heç də bu məsələdən gözüm su içmədi. Nə oldu? İnkarlıq bildirir də. Düzdür? Əsla bu işə razı olmayın. Əsla bu fikirlə, bu qərarla razılaşmayın. Gördünüz? Orada da inkarlıq bildirir. Etməyin, eləməyin. Əli. Yatmısan bəni, hə? Anladıq, ay uşaqlar. Ay gözəl insanlar. Başa düşdünüz? Məhəmməd. Allah səni qorusun. Yaxşı ki, sən başa düşmürsən. Sən başa düşmürsənsə, hamı başa düşüb. Belə, uşaqlar. Bu da bu qədər. Hə, yox, bəli, xeyr ədatları həm də cümlədə nə ola bilirdi? Özündən sonra nöqtə qoyularaq söz cümlə ola bilirdi. Oxumuşam olmasaydı da, indi bunu düzdür, qabaqda keçəcəyik. Dərsində oxumusan mı? Bəli, nöqtə. Buna deyilir söz cümlə. Söz cümlə. Demək ki, köməkçi nitq hissələri cümlə ola bilirmi? Ola bilirmiş. Bununla bağlı inşallah zamanımız olacaq. Bu qədər uşaqlar.
Allah zehninizi açıq eləsin. Durun gedin deyərdim, amma hələ işlərimiz qabaqdadır.